aparırsan, veriliş aparırsan. Danışığında da yanıldığını görməmişəm. Var olasın. Həmişə düşünərəkdən danışırsan. İndi Buqar çıxır deyir ki, Ona mövzunu səhv yox, təqdim olunur. bir dəqiqə, yox, mən sənin danışığından danışıram. Mən səndən niyə deyirəm ki, səhv mövzu vermişdilər, özünü aparıb gedib atıydı da, bir nə bilim qayadan atıydı. Niyə görə o tərəfə girdi? Söhbət ona gedir ki, bunun dediyi sözə bax, bunun dediyi cümləyə bax. Tazir müəllim, bizim sağ hörmətimiz var. Mən də deyirəm ki, Buqar, mənim də sağ hörmətim var, özü nə qədər deyirsən. Hörmətim var sənə. Bəli. Amma sənin dediyin söz, deyirsən ki, Tazir müəllim, sən onun şeirini oxuyursan da, amma Əminə xanım özü yazır. Qardaş, Əminə xanımı da keçən dəfə verilişdə dedim ki, mən onunla səmimiyyət yaradacağım, mən onu indidən çox istəyirəm. Elmin qızıdır, mənim düşmanım deyil. Bu bir yerdə. Mən kimi şeirini oxumalıyam ki, mən oxuyanam, mən belə savadlı şairlərin şeirlərinə müraciət eləməliyim. Mən indiyənə qədər oxudum, mahladım, elə Orxanın da neçə mahnısını oxumuşam ki, musiqi mənimkidir, sözü Orxanındır, musiqi mənimdir, sözü başqası. Sən gör, nə cümlə işlədirsən, mən nətər oxumalıyım, mən şairəm ki, mən şair deyiləm, amma bir dənə Şeir